Teşekkür ederim hər birinizə. Bir alqışlar da sizlər üçün gəlsin. Çox sağ olun ki, bizim Qonaq Gəl Bizə adlı konsertimizə gəlmişsiniz. Hər birinizə dərin təşəkkürümü bildirirəm. Bugünkü konsertimiz Azərbaycan milli musiqisinə xidmət edir. Rostov vilayətində. Təbii ki, sevilən müğənnimiz Gülnar Tağıyevanın iştirakı ilə. Bir alqışlar da ona istəyirəm. Bu alqışları sizlərə ərmağan edirəm. Arzu edirəm ki, hər zaman belə gözəl yığıncaqlarda, konsert proqramlarında iştirak edəsiniz. Arzu edirəm ki, hər bir doğmanızın, yaxınlarınızın səsi gəlsin. Çünki hər bir doğmamızın, hər bir sevdiyimiz insanın səsi elə özü bir musiqidir. Bugün bu musiqili gecəyə gələn bütün həmyerlilərimizə mən sağlam can arzu edirəm, xoşbəxtlik arzu edirəm. Vətəndən çox-çox uzaqlarda bu cür tədbirlərdə iştirak etmək təbii ki, bir xoşbəxtlikdir. Bəli, Azərbaycanımız var olsun, Türk dünyası var olsun. Yaşadığımız Rusiya Federasiyasında müharibədir. İnşallah tezliklə müharibə qutarar, bütün əskərlər evinə sağ-salamat qayıdar. Azərbaycan doğrudan da yer kürəsində hardan baxsan Azərbaycan görünür. Sən əbədi bir ocaqsan, Azərbaycan. Yaşadıqca yanacaqsan, Azərbaycan. Beşiğin isti bir ana qoynu. Mənim diyarım, bəxtiyarım Azərbaycan. Ruhum mənim, laylam mənim. Öz dünyamda dünyam mənim. Müqəddəsdir torpağımız, ana vətən, yellənəcək bayrağımız Azərbaycan. Əziz tamaşaçılar, mövcud olan hər bir dövlətin bayrağı vardır. Ancaq bizim dövlətimizin, millətimizin, xalqımızın bayrağının fərqliyi ondan ibarətdir ki, minlərlə şəhidin qanı bahasına ucalır. Qoy şəhidlər rahat yatsın məzarında. Qoy analar ağlamasın. Deməsinlər, oğlum ölüb. Qara geyib yas tutmasın. Çünki ölməz şəhidlərin ruhu daim əbədidir. Azad olan torpağımız şəhidlərin məbədidir. Anaların bir damla göz yaşına qurban olum. Şəhid yatan hər məzarın baş daşına qurban olum. Şəhidimin gül balası qoy sınmasın, əyilməsin. Baş əyməyə gərək olsa biz əyərik, o əyməsin. Baş əyməyə gərək olsa biz əyərik, o əyməsin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Bəli, bugün Vesoda döyüşən igidlərimiz var, şəhidlərimiz var. Onlar da bu xalq üçün, bu millət üçün, bu yurd üçün. Bura bizim ikinci vətənimiz sayılır. Orada da döyüşən oğullarımız var, şəhid olan oğullarımız var. Allah rəhmət eləsin. Və как великий Müslüm Maqameyev сказал, Россия моя мама, Azərbaycan moy отец.
Eşq olsun Azərbaycanlılara, eşq olsun xalqımıza. Bəli, bugünkü proqramımız, konsert proqramımız elə bir günə təsadüf edir ki, Novruzun gəlha-gəlindəyik. Novruz bayramı xalqımızın əsrlər boyu qeyd etdiyi bir gözəl bayramdır. Novruzun özünün atributları var. Bilirsiniz ki, hər bayram gəlişində xanımlarımız, anabacılarımız səməni cüvərdir, yumurta boyayır və şənliklərimizdə Novruzun atributu olan kosa və keçəl həmişə şənliyimizə rəng qatır. Qarşıdan gələn Novruz bayramınız mübarək olsun. Mən Azərbaycan xalqı bilirəm ki, harada olursa olsun, adət-ənənəni qoruyub saxlayır. O ki, qaldı bugünkü məclisimizin, bugünkü tədbirimizin səbəbkarı Günlar Tağıyeva doğulmuşdur Şəki şəhərində. Uzun yol keçmişdir. Azərbaycan milli muğamında əvəzsiz xidməti olan və Respublikamızın xalq artisti Könül Xasiyevadan bəhrələnmiş, onun ailəsində doğulmuş, onun əlindən su içmiş Günlar Tağıyeva bugün vətəndən çox-çox uzaqlarda təbii ki, sizin iştirakı ilə belə bir tənsil proqram qurub, konsert proqramı. Mən onu alqışlayıram, mən onu təbrik edirəm və ömür yolunda bir çox hallarla qarşılaşıb. Bugün o çətinliklərə baxmayaraq, maşallah olsun, ayaqdadır, musiqimizi, sənətimizi, muğamımızı, təsnifimizi layiqincə təbliğ edir. Rusiyanın Rostov-on-Don şəhərində. Və ən əsası odur ki, dünya şöhrətli Alim Qasımovdan o dərs almışdır. 2002-ci ildə, 2006-cı ilə qədər. Və illər boyu musiqimizə xidmət etmişdir. 10 il musiqi deyərdim ki, şöbəsində, musiqi ocağında 10 il müəllim işləmişdir, tələbələr yetişdirmişdir. Günlar xanım doğrudan da zəhmətkeş qadındır. Onun əvəzsiz xidməti olmuşdur. Qardaş Türkiyə dövlətində iri proyektdə konsert salonunda sola konsert vermişdir. Azərbaycanın müxtəlif rayon və şəhərlərində konsertlər vermişdir, təşkil etmişdir və Azərbaycan milli musiqisini deyərdim ki, təbliğ edir. Bir alqışlar gəlsin Günlar xanım Tağıyeva və istəyirəm ki, onu alqışlarınızla səhnəmizə dəvət eləyəm. Eşq olsun, var olasınız. Konsertin aparıcısı Afiq Qarabağlı. Çox şadam ki, sizlərlə bərabər bu havanı tənəffüs edirəm. Çox sağ olasınız, var olasınız. Və Günlar xanım gəlir səhnəmizə.
Hoş gördük her birinizi. Hoş gelmişsiniz. Bugün benim için çok heyecanlı bir gündü. Ama burada benim sənətimə, benim özüme değer veren insanları görürəm. Ve çok sevinirəm ki, ben bugün sizinle bu səhnədəyəm. Ümid varam ki, her biriniz bugünkü musiqi konsertinden zövq alacaqsınız. Seçtiğimiz bütün musiqilər zövqünüzü oxşayacaq. Və gözəl bir musiqi səsləndiririk Nə Bəxtiyardıq mahnısı. Musiqisi İbrahim Topçubaşov, söz Mövlud Süleymanlı. Boşa gezdim, akşama can yorulmazdık, incimezdik. Bulut öter, biz bakardık, ne bəxtiyardır. Ay dolandı, yıl dolandı, keçti zaman. Sonbaharda aramızı kesti duman. Döne döne hatırladık, ne bəxtiyardır. Yalovlu günlerim kalbimde yurtsan, sevincim kederim. Ah neleri neleri tapdık yitirdik. Yalovlu günlerim sarıp sevincim kederim. Ah neleri neleri tapdık yitirdik. Ah neleri neleri tapdık yitirdik. Məndə günah arama. Özün küstürdün məni. Ürəyimə toxunan sözün küstürdü məni. Hərdən süzülüb axan, məni yalnız bıraxan, dönüb yadlara baxan gözün küstürdü məni. Herkese gülüm diye, ocağım külüm diye, hamıya gülümseyen üzün küstürdü məni, üzün küstürdü məni. Nusrat Kəsəməlli.
Bir ala gözlünün oduna yandı, bir ala gözlünün oduna yandı. Sarılıp soran beğenmir məni, sarılıp soran beğenmir məni. Bir dəfə can desə can deyər ona. Bir dəfə çevrilib yana baxanda mən ilham alıram, bəyənmir məni. Mən ilham alıram, bəyənmir məni. Mənə ələyib çağırır özü, çatılıb qaşların, süzülür gözü. Çatılıb qaşların, düzülür gözü. Verdiyi vəqəni, verdiyi sözü yadına salıram, bəyənmir məni. Verdiyi vəqəni, verdiyi sözü yadına salıram, bəyənmir məni. Mən qurban oluram, bəyənmir məni. Yadına salıram, bəyənmir məni. Mən qurban oluram, bəyənmir məni. Teşekkür ederim. Hər birinizə təşəkkür edirəm. Bugün ilk sıralarda da əyləşən qonaqlarımız var. Təşəkkür edirəm hər birinizə. Xoş gəlmisiniz. Hər zaman belə gözəl musiqilər dinləyəsiniz. Təbii ki, bütün zal, mən deyərdim, bugün muğam sevərlər, xalq mahnısı, bəstəkar mahnıları sevərlərdir. Mən çox sevinirəm ki, nə yaxşı ki, bu qürbət ölkədə bizim həqiqətən də çox gözəl mahnılarımızı, qədim mahnılarımızı, muğamlarımızı sevib ona dəyər verən insanlar var. Hər birinizə bir daha təşəkkür edirəm, var olasınız. Gözləyirəm yenə gözü yaşlı, haralardasan. Sənə yüreğimin təksirdaşı, söylə hardasan. Gözləyirəm yenə gözü yaşlı, haralardasan. Küsme gel ey aziz yarım, ilk baharım. Ayrılığa dözmez inan bu seven canım. Sen küsme gel ey güzel yarım,
Gülnar xanım, çox sağ olun. Bizi aparırsınız sonsuz aləmə. Dərdim tüğyan eləyir dərdimin üstə. Cahanda ən böyük yarasan mənim. Qüssələr əlindən baş götürmüşəm. Tapsa tapar, ancaq yar asan mənim. Ömrümün talehi yazılsa qara, baxıb kök götürürəm zirvədəki qara. Ağa ağ deyirəm, qarıya qara, təpədən dırnağa yarasan mənim. Kərəm, yarsız boşalandım, dolandım. Görən kimi tez başına dolandım. Nurdan yaranmışam, nurla dolandım. Deyin, siz deyin, xoşlayar mı yarasan məni? Həmişə nur içində olun, əziz Azərbaycanlarımız. Ne güzel duygudur sana kavuşmak. Ne güzel duygudur sana kavuşmak. Adam düşünen de lap xoşbəxt olur. Senli dünyaya uçarak gelmek benim üçün en güzel seyahat olur. Seni yaxtarmağa gelmişəm gene. Ay aman ay aman ay aman 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 Seni yaxtarmağa gelmişəm gene. Bir ümit bir inat tək koymaz məni. Güneş tel saçların parlasa yine, ben bu işaretle taparım seni. Eller mənim ürəyimdən axıb gedən qan öldürür. Muğam adlı bir seyrikar, səs adlı bir can öldürür. Nə dünənin həsrətində, nə sabahın eşqindəyəm. Məni bugün yaşadığım müqəddəs bir an öldürür. Ateş kimi qarşıladı seyyahın fəryadı məni. Bu ateşdən yayınmağa yox bir imkan. Öldürür. Məni sevən dostuma bax, məni sevən dostuma bax. Çevrilib bugün cəlladım olur. Vallah Zəlimxan ölməzdi, onu bu muğam öldürür. Bu muğam öldürür. Eşq olsun muğam severlərimizə. Ben senin ömrüne konak gelmişim. Ben senin ömrüne konak gelmişim. Mənli xəyalların qarşılar məni. Bu özel dünyama ne hoş gelmişsən. Deyip bu sözleri sevindir məni. İlahi çok şükür gururla deyirəm. Boşuna ya keçməmiş mənim həsrətim.
Ona qovuşmuşam daha nə dərdiyim. Onun üçün yazıldı mənim şeirim. Adını qoyuram mənim ilk eşkim. Ay aman aman aman, aman ay, yar aman aman, aman o şenlikdə, bu şenlikdə şirin şirindir benimdir, şirin şirindir benimdir, benimdir. O şenlikdə, bu şenlikdə şirin şirindir benimdir, şirin şirindir benimdir, benimdir. Ötmə bayquş çəməndə, çəmənlikdə, çəmənlikdə, mən bülbüləm, gül mənimdir, gül mənimdir, gül mənim. Mən bülbüləm, gül mənimdir, gül mənimdir. Ötmə bayquş çəməndə, çəmənlikdə, çəmənlikdə, mən bülbüləm, gül mənimdir, gül mənimdir, gül mənim. Mən bülbüləm, gül mənimdir, gül mənimdir. El mənimdir, gül mənimdir, gül mənimdir, ah, el mənimdir, gül mənimdir, gül mənimdir. Teşekkürler, çok sağ olun. Sırada gelen daha güzel bir musiqisi Tofiq Quliyevə ait, sözləri Ənvər Əlibəyli, Nə gəlməz oldun. Mən arzu edirəm ki, heç biriniz nə gəlməz oldun deyə biləcəyiniz biri həyatınızda olmasın. Hər zaman həyatınız gözəl insanlarla, əzizlərinizlə dolu olsun, xoşbəxt olsun. Həsrətin araya saldı dağ-dərə, sönən işıq oldu yol, batan səs oldu. Qayıt mənim gülüm, qayıt bu yerə. Ey mənim istəyim, nə gəlməz oldu. Qayıt mənim gülüm, yerbəyər aylar, dərdli səhərləri, gecələri ayı güneşi. Qayıt gözüm nuru, könlüm ateşi. Qayıt səhmana sal bu kainatı. Nə gəlməz oldu, nə gəlməz oldu. Dönüb geriyə baxıb gedirəm. Unudub qüssəni, qəmi, kədəri, mən çox uzaqlara çıxıb gedirəm. Gedirəm yağışla, boranla, qarla. Mən qayıtmayacağam
gələn baharla. Bəlkə də verdiyim bu son qərarla özüm öz evimi yıxıb gedirəm. Mən çox uzaqlara çıxıb gedirəm. Sənlə yox, rəsminlə uzaqlaşaraq. Göz yaşı tökürəm uşaqlaşaraq. Sevgilim, sevgilim, səndən də uzaqlaşaraq. Coşqun çay kimi axıb gedirəm. Mən çox uzaqlara gedirəm. Xalq şairi Bəxtiyar Vahabzadə. Ümidlər arzuyular pərəm-pərəmdir. Qəlbə təsəllidir o xatirələri. Bir halı soruş könlümü dindir. Akşamlar yadıma düşür səhəri. Qayıt mənim gülüm, görməyər eylə dərdli səhərləri. Gecələri sən qayıt yerinə qoy ayı güneşi. Qayıt gözümün nuru, könlüm ateşi. Qayıt səhmana sal bu kainatı. Ne gelmez oldum, ne gelmez oldum, ne gelmez oldum. Teşekkür ederim. Elçan elleriniz var olsun. Daha güzel bir mahnımız tabii ki biz her birimiz vətən üçün, Azərbaycan üçün, Bakı üçün çox darıxırıq və Bakı haqqında gözəl bir musiqi gəlsin. Musiqiçilərimizə də eşq olsun. Gəlin bir alqışlayaq dəyərli musiqiçilərimizi. Mən əminəm ki, siz də mənim kimi xüsusi olaraq tar kaman səsi üçün darıxmışdınız. Mən Bakıda olduğum müddətdə biz bu əziz, dəyərli, mənə çox yaxın olan dostlarla tez-tez bax beləcə konsert proqramlarında iştirak eləyirdik. Mən artıq neçə ildir burada yaşayıram. Tarın kamançanın səsinə təbii ki həsrət qalmışam. Nə yaxşı ki bugün buradadır mənim əziz dəyərli qardaşlarım. Təşəkkür edirəm gəldiyiniz üçün. Bakı əziz şəhər mehriban diyar, sinəmdə boyatıb oldum bəxtiyar. Səndə ilk eşqimin yadigarı var ki mənim söhbətim, şərəfim, şöhrətim, tükənməz dövlətim, əzizim sən. Sən mənim söhbətim, şərəfim, şöhrətim, tükənməz sərvətim, əzizim sən. Gözəl Bakı, gözəl Bakı. Баку милей тебя и роднее нет. В твоих объятиях рос, вижу счастье свет. Ты первая любовь юных моих лет. Ты город красоты, ты слава и мечты, мое богатство, ты Баку родной. Ты город красоты, ты слава и мечты,
мое богатство ты, Баку родной, Баку родной, Баку родной. Bahçamın her yanı yüzümdür bal üzüm. Süfrene bu yüzümden sevgili ben düzüm. Sen ey yar benim her sözüm. Sen ey yar benim her sözüm. Gel seni gözleyir bu bağlar gel. Üzümü dervişem ey dildar gel. Yolunu gözlerime yar gel. Gel seni gözleyir bu bağlar gel. Üzümü dervişem ey dildar gel. Yolunu gözlerime yar gel. Akşamın şöhreti heysə salıb hər yana. İşimiz, zəhmətimiz düşmüşdür dastana. Buyurun dostlar Azərbaycana. Buyurun dostlar Azərbaycana. Gəl səni gözləyir bu bağlar gəl. Üzümü dərmişəm ey dildar gəl. Yolunu gözlərime yar gel. Gel seni gözləyir bu bağlar gel. Üzümü dərmişəm ey dildar gel. Yolunu gözlərime yar gel. Teşekkür ederim. Çok sağ olun. El çalan elleriniz var olsun. Hər birinizə minnətdaram və konsertimizin birinci hissəsi bu qədərdir. Təbii ki, ikinci hissədə görüşəcəyik. Bəli, bugün doğrudan da mən sizləri belə gördüm, çox sevindim. Ona görə ki, biz qürbət eldə yaşasaq da, deməli, musiqimizi hələ də sevirik. Hələ də qəlbimizdə Azərbaycan musiqisinin sədaları var. Ona görə də bir alqış gəlsin Azərbaycan xalqına. Bugün doğrudan da Gülnar xanım elə bir musiqilər oxudu ki, biz həsrət o musiqilərə. Yəni, bu konsert tədbirini kim fikirləşibsə, kim ərsəyə gətiribsə sağ olsun. Çünki mən 10 il bundan qabaq dünya şöhrətli Niyaməddin Musayevlə bir tədbirdə o mənə bir söz dedi ki, konsert çox gözəl bir şeydir. Çünki insan ailəsi ilə istirahət edir. Dünyada ən gözəl istirahət ailə iləndir. Bugün bura çox gözəl ailə olaraq gəlmişsiniz. Sağ olun, təşəkkür edirəm. Gənc, istedadlı şairəmiz Günel Ələkbərova, Qarabağlı balası. Mən çox şad oldum ki, bizim aramızda belə istedadlı insanlar var. Bugün o yaxınlaşdı ki, mən şairəyəm. Mən o qədər sevindim ki, çünki mən özüm poeziya adamıyam, poetik dəqiqələr sevirəm. Buyurun, söz sizdə. Сильная в этом слове боль сполна. Но какое счастливое наказание, если женщина рождена. И сияет искрами не безумие, в ней безумие вечно живет. В воду бросится пламенем, не горит, а сжигает лишь лед. Мертвая птица никогда не взлетает, а она еще и поет. Спасибо. Və indi isə Qız Qalasının ansamblını mən dəvət edirəm səhnəmizə. Artıq
xəbər verdilər ki, musiqi hazırdır, buyursunlar. Qızlarımız çox gözəl idi, maşallah, möhtəşəm. Sanki bahar qızı obrazında buradaydılar. Bir alqışlar da gəlsin, xahiş edirəm. Çünki möhtəşəm idi, möhtəşəm. Bura cəm olan musiqiçilərimiz, bura heç bir maddiyyət güdmədən gəlirdi. Mən Azərbaycandan, şəhli doğma vətənimiz Azərbaycandan gələn bizim kamança ifaçımız Abbas bəy bir alqışlayaq, xahiş edirəm. Abbas Azərbaycandan gəlib, sabahda qayıdırlar, bu gecədə qayıdırlar. Yolunuz açıq olsun. Bizdən qucaq dolu salam göndəririk. Və bilirsiniz də, tar aləti bizim xalqımızın, millətimizin ən sevdiyi alətdir. Həmişə mən televizorlarda Könül Xasiyevanın yanında həmişə tar kaman görmüşəm. Bugün də onun layiqli davamçısı Gülnar xanım Tağıyeva, maşallah olsun ki, belə gözəl instrumental dostlar çağırıbdır. Elşəni alqışlayaq.
Elşən, çox sağ ol. Sən də sağ-salamat, inşallah bizdən salam söylə. Və ritm, ansamblın ürəyi, sütunu, ümumiyyətcə həyat özü bir ritmdir. Bizim sevilən ritm ifadəsi, zərb alətlərinin mahir ifadəsi Xəzərə alqışlayaq, Rostov şəhəri, eşq olsun, yetişdirir də Rostov. Və Azərbaycan musiqisini dərin kökündən bilən, musiqinin özəyini bilən, musiqiyə doğma olan və bir çox sənət adamları gəlir Azərbaycandan, tanınmış şəxsiyyətlər, simalar sənət aləmində. Onlara həmişə müşayiət edir Bəxtiyar, eşq olsun, Moskva şəhəri, sağ olsun, dost kimi gəlib, dost kimi var ol. Və mən bu gözəl anı tarixə çevirən, yaddaşlarda saxlayan Rafiq Şəmkirli balasına bir alqış istəyirəm. O həm də sizin məclislərinizi ekrana götürür, tarixin yaddaşlarında saxlayır. Və indi istəyərdim ki, musiqiçilərimizdən gözəl bir ifa istəyəm.
Eşq olsun. Eşq olsun. Təşəkkür edirik sizlərə. Çox sağ olun ki, hər zaman Azərbaycan musiqi mədəniyyətinin keşiyində durursunuz. Var olasınız. Bu alqışlar sizlər üçündür. Rostov şəhəri. Qonaq gəl bizə adlı konsertdə sizlərə bax alqışlar. Eşq olsun. Alqışlarınızla yenidən bugünkü günümüzün, səhnəmizin kraliçası Gülnar xanım Tağıyeva gəlir. Buyursun. Maşallah, hər zaman gözəlsiniz. Yeri gəlmişkən, mən Gülnar xanım, sizə həyat yollarında dayaq olan, arxa olan və bugünkü təşkilatçılıqda dəstək olan, həm mənəvi, həm maddi Süleyman bəyə bir alqışlar istəyirəm. Həyat yoldaşı. Süleyman, çox sağ ol. Bu alqışlar da səndən ötürüdür. Təşəkkür edirəm. Təşəkkür edirəm hər birinizə. Əl çalan əlləriniz var olsun. Bəli, həqiqətən də mən hər zaman deyirəm, ailə gözəl şeydir. Allah Teala hər kəsə gözəl, könlüncə ailə qismət eləsin. Süleyman da mənim əsl ən yaxın dostumdur. Var olsun. Və tələbəlik illərindən çox sevdiyim Küsüb məndən mahnısı Karifey sənətkarımız rəhmətli Şövkət xanım Ələkbərovanın repertuarından gəlsin. Ay şöhretim şanım benim, halı perişanım benim. Ay şöhretim şanım benim, halı perişanım benim. Küsüb məndən özgələrdən məni soruşanıyam mənim. Küsüb məndən özgələrdən məni soruşanım mənim. Sən dönsən də mən dönmərəm. Sən dönsən də mən dönmərəm. Günəş sönər, mən sönmərəm. Günəş sönər, mən sönmərəm. Əzabından deyilmərəm. Var böyle nişanıyam mənim. Əzabından deyilmərəm. Var böyle nişanım benim. Dəli könlüm, dinlə gör nə xoşnəvadır musiqi. Qəlb asan, ruh artıran bir dilküşadır musiqi. Dinlə ta gəlsin bahar, gülzar açsın lalələr. Gülşəni eşq eyləsin, can fədadır musiqi. Hər kiminki şövqüsü vardır, musiqidən zövq alar. Şövqüsüzlərlə düşünmə ki, aşinadır musiqi. Musiqi qədrin nə bilsin şövqsüz bir ruh ilə. Eşq bazarında gövhərdən bahadır musiqi. Çal,
Azərbaycan havası. Ruh gəlsin məclisimizə, xoş qəzəllər də oxunsun. Nə xoş nə vardır musiqi. Afərin, 100 afərin, ey musiqi mehirləri. Bəh bəh nə gözəl, sizlə binadır musiqi. Xəstəyi eşqəm, yox mənə bir özgə əlac. Gəl əlac olsa, yalnız şəfadır mənə musiqi. Eşq olsun musiqi sevərlərimizə. Çəkmə imtihanəm məni bir daha, çəkmə imtihanəm məni bir daha. Ya sən qışa düşəndə yayın olacam. Gəl verək əl-ələ, çıxaq sabaha, zülmət gecələri dayin olacam. Dünyada sən varsan vallah bəsimdir. Qəlbim sevgi istəsinə yesindir. Səsinə səs verən mənim səsimdir. Tanrıdan bir qismət payın Hər xalqın öz sevgili musiqisi var. Mənim xalqıma çox əzizdir muğamat. Hər xanəndə üzə bilməz qoynunda dalğalanan bir dənizdir muğamat. Sən üsyan eləyən cahargaha bax, segahda, zabulda, dərdə ağa bax. Nadanlar nə bilsin ki, nədir muğamat? Qanan üçün misilsizdir muğamat. Bayatı kür, neçə dərdin dəvası. Şahnaz qatar, əsrlərin sədası. Qarabağdır bülbüllərin yuvası. Çiçək kimi tərtəmizdir muğamat. Gileyli, yandın söz həvəsində. Min məna var tarın, kamanın səsində. Seydin, Cabbarın, xanın, könülün, günların səsində. Dünyanı gəzib dolaşdı muğamat. Dünyanı gəzib dolaşdı muğamat. Başqasına baxan gözün eylərəm balam. Sinəmdəki odu közün eylərəm. Dönüktü Dönüktüsə dönük üzün neylərəm. Yanağından axan çayın olacam. Yanacaqsan ateşinə yan desən. Anacağam ömrüm boyan desən. Şirin dilim başqasına can desə. Kədər dolu ilin ayın olam. Can
çiçəklərdən sən könlüm, dilər keçər dərdin alım. Çiçəklərdən sən könlüm, dilər keçər dərdin alım. Xəyalın tez-tez yanımdan, gələr keçər dərdin alım. Xəyalın tez-tez yanımdan, gələr keçər dərdin alım. Bahar çağın səhər erkən, göy çəməndə gəzəndə sən, bilirsən bu ürəyimdən nələr keçər dərdin alım, dərdin alım. Bilirsənmi ürəyimdən nələr keçər dərdin alım, dərdin alım. Bilirsənmi ürəyimdən nələr keçər dərdin alım, dərdin alım. Dərdin alım, dərdin alım, dərdin alım, dərdin alım. Dərdin alım, dərdin alım, dərdin alım, dərdin alım. Bilirsənmi ürəyimdən nələr keçər dərdin alım, dərdin alım. Bilirsənmi ürəyimdən nələr keçər dərdin alım, dərdin alım. Bu gözəl konserti açığı mən çoxdan düşünürdüm və xüsusən də çox saylı istəkləri nəzərə alaraq belə bir qərara gəldim. Həqiqətən çox məsuliyyətli bir iş idi. Mən deyərdim, Azərbaycanda belə böyük məsuliyyətdir. Və bugün bu səhnədə mənimlə bərabər fərqli musiqiçilər olmalıydı. Mən onu qeyd etmək istəyirəm. Müəyyən səbəblərdən bir həftə öncə mənə deyildi ki, həmin musiqiçilər konsertə gələ bilmir. Mən çox böyük bir həyəcan keçirdim, sizinlə paylaşmaq istəyirdim. Və hətta elə bir məqam oldu ki, düşündüm, bəlkə konserti təxirə salaq. Sonra yaxın, əziz, gözəl, doğma bacılar mənə dedi ki, Gülnar, olmaz. Hər kəs böyük həyəcanla sənin konsertini gözləyir. Çünki biletlər artıq demək olar ki, hamısı satılmışdı. Və mən düşündüm ki, sizlərin sevginizin qarşında mən bunu edə bilmərəm. Bugün deyirəm ki, nə yaxşı ki, mən geri adım atmadım. Nə yaxşı ki, biz sizinlə görüşdük bugün. Nə yaxşı ki, mənim dəyərli dostlarım, qardaşlarım, hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. Son anda da olsa yetişə bildilər, çata bildilər, əllərindən gələni etdilər ki, bugün hər birimiz bugünü yaşayaq. Sevilmək çox gözəldir. Mən bugün sizlər tərəfdən bir daha sevildiyimi görürəm, hiss edirəm, təşəkkür edirəm. Çox gözəl bir hissdir. Və bugün anam əyləşib zalda. Nə qədər çətin olsa da, anam, sənin üçün bu gözəl mahnı səslənir, əziz anam və bütün analara gəlsin. Yenə yuxular ərsə çəkilib. Yenə də laylana ehtiyacım var. Qarşıma dünyanın varı tökülüb. Tək sənə ayana ehtiyacım var. İsti nəfəsinə, şirin sözünə, o aydan günəşdən nurlu üzünə, tək sənə ayana ehtiyacım var. Sənə qurban olum, sən hər şeyimsən. Sən bu yer üzündə tək mələyimsən. Ay ana, sən mənim hər zaman bilgərəyimsən. Ay ana, tək sənin üçün darxıram.
Qəlbinə dəyibsə dilim lal olsun. Sən solma ömrümün baharı solsun. Sevincim qəlbimə nur ilə dolsun. Tək sənə ayana ehtiyacım var. Dastanlar yazılıb adına, dastanlar yazılıb ana adına. Mən qurban kəsərəm hər addımına. Dünyada yeganə bircə qadına. Tək sənə ayana ehtiyacım var. Mən ağacam, sən suyum, sən mənim havamsan. Mən xəstə, sən təbibim, sən loğmanımsan. Sən mənim vətənimsən, mənim anamsan. Tək sənə ayana ehtiyacım var. Mən əfsər oğluyam, var olsam belə. Dünyanın özünə yar olsam belə. Ən uca dağlarda qar olsam belə. Tək sənə ayana ehtiyacım var. Anal dünyamız var olsun. Söz sizdə. Və sizin əllərinizdən öpürəm. Belə ədəbli, ərkanlı, savadlı, bu bizim dostumuzdur. Əziz ana, şirin sözlü ana, qəlbin kövrə, eşqin solmaz bahar. Gülər üzlü, qara gözlü ana, hara getsən gözün mənə baxar. Ana qəlbim aynalar gəzər, dağıma səsin ömrüm günü bəzər. Lay lay dedin ana, lay lay dedin mənə, həyat verdin mənə əziz ana. Laylan hələ yaşar, laylan eller aşar. Güneş kimi yana yana yana. Qadın, güneş, çocuk ay, nurunu ay güneşten alır. Qadınsız bir ölkə çabuk məhv olur, zavallı qalır. Qadın gülərsə, şu hissiz mühitimiz güləcək. Sürüklənən bəşəriyyət qadın ilə yüksələcək. Eşq olsun qadınlarımıza, eşq olsun ana bacılarımıza. Ana sesin aydın seher olar. Ana qəlbin keşi çeker bize. Yolumuzda uzak sefer olar. Işık olar nurdan düşen güzel. Benim gören
Gülnar xanım, burada bir şey qeyd etmək istəyirəm ki, Allah sizin nənəzə, Fəridə nənəyə rəhmət eləsin. Evdəkilərin narazılığına baxmayaraq, o rəhmətlik nənəsi, anasının anası, Fəridə nənə mənəvi dayaq olubdur bu yolda olmaq üçün. Ruhu şad olsun. Bugün sənin uğurların, maşallah. Mən əminəm ki, nənəm göylərdən baxır və fəxr edir mənimlə. Gözlerim seni, gel üzme beni, gel yarım. Gözüm kalıp yollarında. Güller açıldı, bülbüller öttü, harda kaldın? Güzel yarım kaldın harda? Deyirler menden üz döndərmisən, mən bu sözlərə inanmaram, inanmaram. Özgə birinə könül vermisən, mən bu sözlərə inanmaram, inanmaram. O gözlerden küsərəm mi, küsərəm mi? Ayrılığa dözərəm mi, dözərəm mi? Yarın həsrətinə dözərəm hər vaxt, durub yollarını gözlərəm hər vaxt. Yarın həsrətinə dözərəm hər vaxt, durub yollarını gözlərəm hər Dedilər, əhdini danır o ceyran. Dedim, yalan olar, mən inanmadım. Dedilər, qış gəlir, qayıt bu yoldan. Yağdı qar, əsti yerlər, mən inanmadım. Dedilər, unut o gül yanağı. Dedim, sinəmə çəkməyin dağı. Dedilər, azalın balası, bir gün toydu axşamı. Dindi saz, ötdü ta, mən inanmadım. O vaxtdan ruhumu təhli sıxsa da, başqa bir gözəli salmadım yada. Müqəssir sən oldun, çünki dünyada heç kəsə sonralar mən inanmadım. Mən hamıya inamlı sevgi arzulayıram. Hüseyin Arif. Seher kimi dileklərə güneş olub qovuşdun, həyat quran ürəklərə. Bu nəğməmiz tövbə olsun
seher kimi dileklere, güneş olup kavuşsun hayat kuran ileklere. Bu nəğməmiz tövbə olsun bugün nəfəsli nəğmə, ən xoş həvəsli nəğmə, ən xoş tövbəmiz olsun ürəkdən sevənlərə. Bugün nəfəsli nəğmə, bahar həvəsli nəğmə, ən xoş tövbəsi olsun ürəkdən sevənlərə. Arzularını gölçə ömrü, çiçək açılsın hər könülə, hər ürəyə. Bu nəğməmiz tövbə olsun, arzuların gölçə ömrü, çiçək olub açılsın hər könülə, hər ürəyə. Bu nəğməmiz tövbə olsun bugün nəfəsli nəğmə, bahar həvəsli nəğmə, ən xoş tövbəmiz olsun ürəkdən sevənlərə. Bugün nəfəsli nəğmə, bahar nəfəsli nəğmə, ən xoş tövbəmiz olsun ürəkdən sevənlərə. Ürəkdən sevənlərə, ürəkdən sevənlərə. Teşekkür ederim. Elçan elleriniz var olsun. Ve ümid varım ki yorulmamışsınız hele. Tarixin var milyon ildi, min ildi. Tarixin var milyon ildi, min ildi. Yaşın oluyor bu dünyadan əzəldi. Bayrağında ay ulduzun gözəldir, güneş nurlu ay çöhrəli sonamsan. Azərbaycan ilk sevgilim anamsan. Göy Xəzərin arazın var, körün var, şəfa verən ya, şəfa verən ocağın var, pirin var, ən şərəfli sıralardan yerin var. Azərbaycan bir pozulmaz andımsa.
ana yurdum, hər daşına bələdəm. Bulaq varmı bulağına bənzəyən? İnanmaram, yad ocağı yüz olsa, bir ananın qucağına bənzəyən. Quru yerin astarı nə, üzü nə? Gülə bilməz nəsillərin üzünə. Düz istərəm Qarabağın düzünə. Dağ istərəm Şah dağına bənzəyən. Bir bağbanam, damağımda bardadır. Bərəkətim verən torpaq bardadır. Bərəkətim torpaq verən bardadır. Elə dəniz, elə sahil hardadır? Göy Xəzərin qırağına bənzəyən. Zəlimxan söylədi sözünü mətin. Görüşü xoş, ayrılığı çox çətin. Nə həddi var əfsanəvi cənnətin? Azərbaycan torpağına bənzəyər. Azərbaycan torpağına bənzəyər. Zəlimxan Yaqub. Çırpınırdı qara dəniz, baxıb Türkün bayrağına. Çırpınırdı qara dəniz, baxıb Türkün bayrağına. Ah ölmədən bir görsəydim, düşə bilsəm torpağına. Ah ölmədən bir görsəydim, düşə bilsəm torpağına. Sırmalar sarsam qoluna, incilər düşsəm yoluna. Sırmalar sarsam qoluna, incilər düşsəm yoluna. Fırtınalar dursun yana, yol ver Türkün bayrağına. Fırtınalar dursun yana, yol ver Türkün bayrağına. Qafqazlardan aşmışıq biz, Türklü yaşam qatmışıq biz. Qafqazlardan aşmışıq biz, Türklü yaşam qatmışıq biz. Azərbaycan bayrağını Qarabağdan asmışıq biz. Azərbaycan bayrağını Qarabağdan asmışıq biz. Türkün şanlı bayrağını Qarabağdan asmışıq biz. Azərbaycan bayrağını Qarabağdan asmışıq biz. Bir millətik, bir milləti, iki dövlət, eyni arzu, eyni niyyət.
Hər ikisi Cumhuriyyət, Azərbaycan, Türkiyə. Bir ananın iki oğlu, bir ağacın iki qolu. O da ulu, bu da ulu. Azərbaycan, Türkiyə. Birdir bizim hər halımız, diləyimiz, amalımız, bayraqlarda hilalımız. Azərbaycan, Türkiyə. Dilimiz bir, dilimiz bir, ayımız bir, ilimiz bir, eşkimiz bir, yolumuz bir. Azərbaycan, Türkiyə. Eşq olsun Azərbaycanımıza. Və sonda gözəl bir musiqi gəlir. Bilirsiniz, mən sizə bir açıqlama vermək istəyərdim. Mən muğam sinifinə daxil olmağı düşünəndə 15 yaşım var idi. Evdə dedim ki, mən heç yana yox, muğam oxumaq istəyirəm. Hamı məəttəl qaldı. Hətta direktor, Musiqi Kollecinin direktoru Nazim müəllim mənə dedi ki, sən rus yazıçını qızsan, sən muğamı nətər oxuyacaqsın, çaşıb birdən qəzəllər rus dilində oxuyarsan. Amma mən o qədər inatkar idim, bugün də inatkaram. Və inatkar olduğum üçün həqiqətən özümdə ən sevdiyim xüsusiyyətimdir. Mən inatkar olduğum üçün qəbul oldum. Birinci ilin sonunda hamı 4 muğam biləndə mən artıq 9 muğam bilirdim. Bir otaq evin içində balaca bir zapisə yazırdım. O qədər çox dinləyirdim, artıq kiçik qardaşım da əzbər bilirdi bütün muğamları. Ona görə baxmayaraq ki, biz bu qürbətdə yaşayırıq, mən sizdən rica edirəm, evladlarınızda muğamı, xalq mahnıları sevgisini daha da artırın, sevdirin. Evdə öz mahnılarımızı dinləyin. Həqiqətən mən buna sizi çağırıram. Ümidvaram ki, bizim Rostovda da gözəl səsli körpə balalarımız var. Bəli, onu da qeyd edeyim ki, bilənlər bilir, mən muğam sinifindən, yəni muğamdan dərs demişəm. Hal-hazırda da şagirdlərim var, hazırlanmaqdadılar. Təbii ki, arzusu, istəyi olan körpə balalarımız yaxınlaşa bilər. Bu qürbət ölkədə ziyan olmaz. Sizin keşkimin şahidi dağlar, şahidi dağlar, ətirli bağçalar, çiçəkli bağlar, çiçəkli yar, seven yüreğime
seven yüreğim onu sorarlar. Gülşende fegan eylerken bülbül şeyda, gül bülbüle bülbül güle gül hale dolaşmış, gül bülbüle bülbül güle gül hale dolaşmış. Gül gülünden ayrı, öz yarından ayrı, hiç yaşar mı ayrı, hiç yaşar mı ayrı. Gül gülünden ayrı, öz yanından ayrı, hiç yaşar mı ayrı, hiç yaşar mı ayrı, hiç yaşar mı ayrı, hiç yaşar mı ayrı. Ya Eşk olsun Günlar Tağıyeva. Eşk olsun. Tabii ki alqışlar diqqətin göstəricisidir. Teşekkürler. Çok teşekkür ederim her birinize. Minnettarım her birinize. Bəli, tələsməyin, xahiş edirəm. Tələsməyin. Əyləşin. Mən bir daha deyirəm, nə yaxşı ki, bu gözəl gecə yaşandı, bu gözəl gün yaşandı. Dəyərli Azərbaycandan gələn, başda olmaqla, dəyərli sənət dostlarıma, Saratovdan gələn bizim dəyərli Afiq müəllim, Qarabağlı, gəlin onu bir ürəkdən alqışlayaq. Bugün tam təmənnasız, dost kimi, qardaş kimi məni bugün, bax bu səhnədə həqiqətən də həm kövrətdiniz, həm sevindirdiniz, həm ruh verdiniz. Çox sevindim bugün. Bəxtiyar qardaşım, təşəkkür edirəm. Çox sağ ol. Moskva şəhərindən bugün buyurubdu. Xəzər qardaşım, minnətdarım. Bir zəngimə Rafiq qardaşım. Mən qardaş deyirəm, həqiqətən də qardaşlıq elədilər. Bugün məhz qardaşlıq elədilər. Hər birinə dərin təşəkkürümü bildirirəm. Əziz anam, yaxşı ki yanımdasan. Yaxşı ki mən rahat balalarımı qoyub işimlə, gücümlə, sevdiyim sənətimlə məşğul ola bilirəm. Nə yaxşı ki sən varsan, yanımdasan. Dəstəyin üçün, sevgin üçün, təmənnasız sevgin üçün təşəkkür edirəm və qarşında baş əyirəm. Həyat yoldaşım, Süleyman, gəl bura. dostum, ən Gəl yaxın bura. dostum, hər Alqışlar anımda, hər anımda yanımda olan təşəkkür edirəm Süleyman. Bir söz deyim, bir ifadə edeyim. Şamu qardaşımıza da təşəkkür edirik dərindən, minnətdarıq, çox Şamo, sağ olsunlar. Pərdənin arxasında görünmürsən, bax işte. Bu gözəl səslənmək üçün əlbəttə ki, Şamo qardaşımıza buyurun. Mən bir söz deyim. Hər bir qüvvətli kişinin arxasında güclü qadın dayanır. Bir alqış da sizə yenidən gəlsin. Və bir ailə olaraq mən sizi təbrik edirəm. Konsertiniz çox gözəl baş tutdu. Mən burada bayaqdan insanların üzündə olan ifadələri görürəm. O sevinci görürəm. O musiqiyə olan o istəyi görürəm. Bayaqdan istəmirəm ki, bu konsert qutarsın. Həqiqətən də. Çox sağ olun, mənim əziz xalqım. Mənim millətim. Var olun. Həmişə evinizdən körpə səsi gəlsin. Dünyanın ən gözəl himnidir. Mən arzu edirəm ki, balalarınız azad böyüsün. Heç bir zaman müharibə görməyək. Həmişə belə gözəl
məclislərdə iştirak eləyək və bir daha sizin ananızın əlindən öpürəm ki, belə bir igid, cəsur, qəhrəman sənəti özündə, bilirsiniz, sənətlə şəxsiyyət ikisi birləşəndə ortada çox gözəl bir sərgi yaranır. Bir də bir söz deyim ki, Gülnar xanım, bayaq bir söz dediniz, işinizlə bağlı, çətinliklərlə bağlı. Bilirsiniz, necədir? Zəhmətlə həvəs birləşəndə ortada həmişə məhsul gözəl olur. Sizin məhsulunuzdur bugünkü gün. Təşəkkür edirəm. Teşekkür ederim. Bir daha minnətdaram hər birinizə. Çox sağ olun. Gəldiyiniz üçün, gələn ayaqlarınız var olsun. Bu günü məhz mənə yaşatdığınız üçün çox minnətdaram. Sevilmək həqiqətən çox gözəl hissdir. Minnətdaram. Və sonunda mən istəyirəm ki, приглашаем на сцену представитель РОО Азербайджанской национально-культурная автономия Mustafayeva Esmira Vagifovna. Эсмирa'ya da teşekkür ederim. Эсмира, большое спасибо за сегодняшний Огромное день. спасибо. Карине, большое спасибо. Я искренне всех вас очень люблю. Спасибо, что вы всегда рядом, всегда поддерживаете. Всем огромное спасибо сегодня. Здесь собрались именно меня послушать. Я вам очень благодарна. Что я хочу сказать? В первую очередь всех с наступающим праздником Новруз. Новруз байрамınız mübarek. Также я хочу просто поклон Гүлнар за ее профессионализм, что она реализовалась как артист, как человек искусства, что она может теперь собирать большие-большие залы. И мы будем только рядом, помогать. Также хочу поблагодарить Марка Павловича, который нас сюда впустил, собрал нас все здесь. Также хочу поблагодарить Союз кинематографистов Российской Федерации, что мы в Ростове, в городе Ростове-на-Дону, в России смогли сделать азербайджанский концерт. Это очень приятно для нас, это очень приятно для всех наших земляков. Также я хочу отметить, что здесь сегодня присутствуют почетные гости, главный эксперт Министерства культуры Ростовской области Анна Дмитриевна, также представители национальных культурных объединений. Но я перечислю, кто у нас присутствует из национально-культурных объединений, так как их не сильно много. Владимир Мингукович, объединение корейцев Ростовской области. Бженава Ираклий Валерьевич, диаспора абхазская. Курманбек Карыбекович, кыргызская автономия. Многоуважаемый всеми Хаджи Мухаммад Амурхонович. Еще хочу... Ой, надо было вперед садиться. Также Полония Дон, поляки Дона, Ирина Велижинская. Она там сзади сидит. Также хочу сюда пригласить Мухаммада Амурхоновича Гаджи, чтобы он поздравил нашу многоуважаемую Гюльнар ханым. Esselamu Aleyküm əziz cemaat. Evvelesi Mart ayı Ramazan ayıdır. Bütün İslam alemini Ramazan ayıyla tebrik ediyorum. Allah Teala Allahu Teala cümlemizi nice böyle Ramazan aylarına ulaşmamızı nasip eylesin. İkincisi, bu akşam güzel bir gece geçti. Fakat bu geceye başlamadan önce ben hatırlamadan geçemem. Benim abim, Allah rahmet etsin, Vagif abimiz, Azerbaycan diasporanın yıllar yılı Rostov Oblastı'ndaki başkanı olarak güzel bir yol çizmişti ve bugünkü günümüz o
rahmetliğin yolundan devam ediyor ve kızını ve Karina Hanım'ı da teşekkür ederim böyle bir geceyi organize ettiğinden dolayı. Evet efendim, şimdi gelelim gecemize. Biz Gülnar Hanım'a teşekkür ederiz. Güzel akşam, güzel bir gece sundunuz. Ekip arkadaşlarıyla beraber sağ olsunlar. Hepsi her taraftan gelmiş. Çok güzel bir gece oldu ve Afik kardeşimize diğer kardeşlerimizi bize tanıştırdı fakat kendisinin ismini daha yeni duyduk. Çok güzel şiirler, ağzına sağlık. Size de teşekkür ederiz. Gülnar Hanım, size başarılar diliyoruz. Allah Teala ne kadar ömür vermişse yolunuz açık olsun. Ağzına sağlık, güzel maniler, güzel türküler. Çok güzel oldu, çok güzel bir akşam oldu. Az önce kardeşimizin dediği gibi biz Azerbaycan Devleti Türk dünyasında kendinin özel bir yeri vardır. Millet olarak da zaten her zaman değildiği gibi iki devlet bir millet olarak devam ediyoruz ve diğer kardeşlerimizi de biz kimseden ayırmıyoruz. Evet, her şey için teşekkür ederiz. Ufak bir hediyemiz var. Bizim ekibimizin adından da bu hediyemizi size takdim ederiz. Sağ olun, var olun. Также я очень рада, что познакомилась с Афик Муалим, с музыкантами. Очень, очень приятно было наблюдать этот профессионализм. Естественно, раньше я такого не видела, именно азербайджанского. Я была очень впечатлена и очень рада, что моя частичка моей культуры, она на таком уровне достойном. Да, у нас есть, проходят мероприятия на достойном уровне, но вот именно концерта, именно нашей певицы такого еще не было. Я очень рада, очень rada. Teşekkür ederim hər birinizə. Gəlin ayaqlarınız var olsun. Necə deyərlər, gələn görüşlərə dək. Ümid edirəm. Teşekkürler. Bu ətri güllər sizlər üçün Gülnar xanım. Çox sağ olun hanımlar. Güzel. Təşəkkür edirəm sizlərə. Axşamınız xeyir olsun. Hər birinizi salamlayırıq. Biz Azərbaycan Xanımlar qrupunun adından gözəl Gülnar xanımımızı təbrik eləmək istəyirik. Bu gözəl konsert münasibəti ilə. Uğurlarınız bol olsun Gülnar xanım. Biz bilirik ki bu konsert unudulmaz bir konsertdir Gülnar xanım üçün. Bir daha alqışlayaq Gülnar xanımımızı. Hay maşallah olsun. Azərbaycan Xanımlar qrupunun adından gözəl bir hədiyyəmiz var sizə. Biz istəyirik ki bu hər zaman sizin yadınızda qalsın bu gözəl. Buyur. Gələn görüşlərə dək. Böyük zallarda görüşmə ümidi ilə sizdən ayrılırıq. Çox sağ olun. Var olun. Həmişə belə gözəl konsert proqramlarında. Musiqiçilər çox sağ olun. Təşəkkür ederim. Teşekkürler bir daha. Çok sağ olun. Teşekkür. Çox gözəl.